həqiqi təqvalıların Nəhcül Bəlağədə Həmmam xütbəsində xüsusiyyətləri sadalanır ki, həqiqi təqvalıları Həzrət Əli əleyhissalam sadalayanda Həmmam fəryad edir, özündən gedir. Əli əleyhissalamdan istədi ki, həqiqi təqvalılardan bəhs etsin. Elə ki, söz bir yerə gəldi, çatdı, Həmmam fəryad elədi, özündən getdi, dünyadan köçdü. Əli əleyhissalam da buyurdu ki, vallahi elə bundan qorxurdum, onun üçün Həmmama mən həqiqi təqvalılardan bəhs etmək istəmirdim. Elə ki, təqva getdi, insan artıq Allahdan qorxmamağa başladı. O təqva ki, bizim qəlbimizdə kök və yer salmadı, zahirən Allahdan qorxurmuş kimi görsənməyə başladı. O zaman artıq insani münasibətlərimiz korlanmağa başladı. Nə oldu? Sevginin yerini sevgisizlik aldı. Onun yerinə nə doldu? Kin doldu, nifrət doldu. Əvvəldə bir hədis dedik. Ne edək ki, belədir, Allah belə istəyir, Allahın Rəsulu belə istəyir ki, həqiqi imana sahib olmaq istəyirsənsə, bir-birinizi sevməlisiniz. Və o sevgi yoxdursa, o sevginin kökü ki, təqvaya bağlıydı, təqvanı itiribsənsə, sevgini də itirəsən, sevginin yerini sevgisizlik aldı. Mərhəmətin yerini mənfəət aldı. Yaranışı xoş görəsən, Yaradandan ötəri Allah üçün sevəsən, Allaha xatir sevəsən, qarşılıq gözləmədən sevəsən, Allaha xatir sevgini itirdin, mərhəməti itirdin, indi mənfəət gözləyirsən, mənfəəti itirməmək üçün sanki sevirmiş kimi görsənirsən. Mənfəəti itirməmək üçün sanki dostsanmış kimi görsənirsən. Mənfəəti itirməmək üçün sanki itaatkar kimi görsənirsən, amma qorxun mənfəəti itirməməkdir. Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra Nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın.